Dədə Qorqud filmində Aslanla döyüş səhnəsi var idi. Orada Aslanın həqiqi Aslanı. O bir faciə idi. Bir də mən elə işə getməm. Anana yaxınlaşdım. Dedim, ana, sən canım o epizodu dəyişdir. Yox, dəyişdir. Deyirəm ki, deyirəm, baxma, o ev işi. Gündən bir gün dedilər ki, düş aşağı, kino studiyada. Partnyorumu gətirmişəm. Adım görürüm ki, şir oturub şeyin içində. Özü hamıya diqqətlə baxır. Hadi belə açdım, baxdım. Çox diqqətlə baxır. Deyirəm, sən bu deyəsən, fikirləşir ki, bunun harasından başlayır. Mən bir xarici aktörün kalendarda bir sözünü oxumuşdum. O imtina edir şirlə çəkilməkdən. Deyirlər ki, bu ev şiridir, qorxma. Bu sütlə böyüyür, nə bilmir. O aktör da deyir ki, mən də sütlə böyümüşəm. Amma əti məmnuniyyətlə yeyirəm. Çünki o şir, bu baxır mənim üzümə, mən baxıram. Deyirlər, hirsləndir. Mən də qorxuram hirsləndir. Belə turlanı verirəm, görəm ki, baxır deyib, qalxdı ayağa belə. Tofiq Ağzadə vardı rəhmətli rejissor, həmin filmin rejissor. Yuxarıdan bu şeydə mikrofonla deyir ki, ara qorxma. Beyrək, qəhrəmandır, sənin üzündə qorxu hissi var. Dedim, oradan mənim nənəm də deyəlim.